Salam, hər birinizi xoş gördük, xoş gəlmisiniz kanalıma. Ümidvaram ki, yaxşısınız, sıxıntınız, probleminiz yoxdur. Həftəlik açılımdan yenə qarşınızdayım. Gəlin baxaq görək. 4 may və 11 may tarixlərində bizi nə gözləyir? Nə yenilik olacaq? Bu arada videom izləyicilərimə aiddir. Bunu bilirsiniz. Yəni videolarda qeyd eləmirəm, amma bilirsiniz də siz artıq. Kənar şərtlər izləməsin, sırf abunəçilərimə aiddir və bunu da qeyd edeyim ki, şəxsi açılım eləmirəm. Sadəcə burada kollektiv açılımlar eləyirəm ki, yəni sizin üçün uyğun olarsa baxın, uyğun olmazsa yəni baxmayın. Bu qədər. Belə. Başlayırıq. Görək. 1, 2 və 3-cü variant. Üstüne nəsə qoyum da, bir dəfə qoyum. Baxın, əlinin altına keçdi o. Birinci, ikinci və üçüncü dəstəm. Hansı ilə daha çox uyumlanırsınızsa, hansı rəngi daha çox sevirsinizsə və yaxud da ki, heç rəngə baxmayın, hansı dəstə daha çox sizi çağırırsa, hiss edirsiniz ki, burada sizə aid cavablar var, onu da seçin. Məncə hər birini seçmisiniz. Gəlin başlayaq. Birinci variantdan başlayırıq. Bunları qoyuruq kənara. Birinci variantı seçənlərlə başlayırıq. Görək. Üzümüzə gələn həftə nə görünür? Nə olacaq? Birinci sıramız bizim iş, maddiyat, təhsil, pul, bunlar. İkinci sıramız bizim şəxsi həyatımız, sevgi həyatımız. Və bir dənə də kart çıxardıram, görək həftəmiz necə olacaq? Yəni sakit mi keçəcək, yoxsa bir hərəkətlilik mi, nəsə bir duyğusal yöndən də ola bilər, yəni ümumi hərəkətli də ola bilər. Yəni siz nəsə bir hərəkət gözləyirsiniz, bu da ola bilər ki, nəsə həftəmiz hərəkətli olacaq, yoxsa sakit olacaq. Başlayırıq birinci sırayla. Görək bizim iş, maddiyat nə yöndə olacaq. Yaxşı kartla başlayırıq. Ulan ya, nəqin dırnaq ələtdirmişəm, ona görə çevirə bilmirəm. Allahım yarabbim. Ama her şey yaxşı olur da, yaxşı sevirirdim. Niyə belə oldu? Nəysə. Siz məni gəzdirsiniz da bilirəm. Belə deyim. Yaxşı kartla başladıq. Çünki bu kart mənası odur ki, bolluq, bərəkətlilik və yaxud da ki, sizin qəşəng pulunuz var. Pulunuz olmasa belə hardansa pul gələ bilər sizə. Nəsə burada gözlədiyiniz bir xəbər də var, elə bir. Hansısa bir insanla gələ bilər bu. Sevdiyiniz insan ola bilər. Çünki duyğusal yöndən bu insana bağlı ola bilərsiniz və yaxud da o insan sizə bağlıdır. Ailənizdən biri ola bilər. Dilim də dolaşdı. Ailənizdən biri ola bilər. Yəni bu insanı çox istəyirsiniz, o insan da sizi çox istəyir. Və yaxud da ki, heç belə doğma bir insan deyil. Məsəl üçün iş yoldaşınız ola bilər, amma onu çox istəyirsiniz. Və yaxud da ki, sizə yaxın bir insan ola bilər ki, çox istəyirsiniz onu. Bəlkə də sizə nəsə iş düzəltmək barədə söz verib, nəsə sizə pul verməklə barədə söz verib. Çünki siz bundan elə bir xəbər gözləyirsiniz. Nəsə, ola bilsin ki, nəsə bir məktub, xəbər, nə bilim, nəsə belə bir şeylər gözləyirsiniz. Nəsə özünüzə çəkilmişsiniz elə bir, nəsə elə bir, biraz, necə deyim, belə tək qalmaq istəyirsiniz. Bəlkə də işdən çıxmışsınız bəziləriniz ola bilsin ki, istədiyiniz şeyi həyata keçirdə bilmirsiniz. Ona görə yəni belə konkret olaraq özünüzə çəkilmisiniz də. Belə depressiv bir insanlar olur. Tam depressiyada da deyə bilmərəm, amma konkret olaraq elə bir özünüzlə tək qalmaq istəyirsiniz. Burada nəsə müvəqqəti bir qələbə qazanacaqsınız. Hansısa bir insan üzərindən ola bilər. Hansısa bir iş üstündən ola bilər ki, müvəqqəti də amma bu. Misal üçün də belə bir şeylər deyim. Pis, yaxşı deyəcəm, bunu qəbul eləyin də. Artıq nə varsa onu da deyəcəm.
Ola bilsin ki, müvəqqəti olaraq bir işə girə bilərsiniz, amma o işdə daimi qalmaya bilərsiniz, müvəqqəti ola bilərsiniz orada. Yəni burada müvəqqəti bir sevinc ola bilər, müvəqqəti bir qələbə ola bilər, müvəqqəti bir nəsə ola bilər də, başa düşürsünüz. Ümumilikdə götürəndə maddi tərəfiniz o qədər də pis görmürəm. Misal üçün, neysə borc almalısınız, verməlisiniz. Yəni bunlar sizin üçün okey, problem deyil. İş axtarırsınızsa, işdən xəbər gələ bilər sizə, konkret olaraq xəbər gələ bilər. Elə bir gözləyirsiniz də bunu. Və yaxud da ki, kimsə sizə pul verməli. Nəsə bir şey gələcək sizə, yəni xeyri yoxdur. Müvəqqəti olsun, qeyri-müvəqqəti olsun, fərqi yoxdur. Yəni bu nəsə gözlədiyiniz bir şey gələcək sizə. Amma o bir şey ümumi olaraq sizin çox da belə yoxsul, kasıb, nə bilim, pulsuz olduğunuzu görmürəm. Başa düşürsünüz? Yəni belə çox da sıxıntılı keçməyəcək. Yəni bəlkə də bu həftə ərzində elə olacaq. Məsələn, əlinizdə müəyyən qədər pul var deyə siz çox da kasıb görünmürsünüz. Və yaxud da yığdığınız bir pul var, və yaxud da kimsə sizə dəstək olur. Yəni ona görə çox da belə sıxıntılı kasıb görünmürsünüz, amma biraz özünüzə çəkinmirsiniz. Yəni bu iş maddiyyatla bağlı biraz özünüzə bəlkə də nəsə sorğuluyorsunuz, nəsə özünüzdə sual cavab eləyirsiniz, onun cavabını tapa bilmirsiniz və yaxud da tapırsınız. Yəni özünüzlə qalmısınız, belə deyim. Təhsillə bağlı da burada təhsil daha çox çıxmır, daha çox yəni belə sizin belə necə deyim, maddi tərəfdən yaxşı olduğunuzu görün. Bu qədər. Tək ki, həmişə belə olsun, tək ki, həmişə yaxşı olsun sizin üçün. Keçirik indi sevgi həyatımıza. Görək. Sevgidə nə çıxır? Kartları açana qədər sabah açılır. Aha. Bu iki kart çox qəşəngdir. Bir insan var. Sevirsiniz onu. O insan da sizə bağlıdır. Həm sevgi tərəfdən bir-birinizi sevirsiniz, həm başqa tərəfdən bir-birinizə bağlısınız. Deməyə ehtiyac yoxdur. Bir-birinizə bağlısınız. Sevirsiniz bir-birinizi, istəyirsiniz, arzuluyursunuz bir-birinizə. Amma bu insan sizi çox incidir. Çox ətrifizə dəyir, incidir. Bəlkə də elə hərəkətlər eləyir ki, biraz bilirsiniz necə insandır. Bir türklərin bir sözü var, fevri hərəkət eləyir. Yəni bəzən kobud ola bilir sizə, amma bunlar çox da böyük kobudluq kimi qələmə alınmasın da. Yəni kiçik kobudluqlar. Bir də görürsünüz çox qısqanc ola bilər. Bir də görürsünüz kobudluq eləyə bilər sizə, sərt danışa bilər sizlə. Amma əslində sizə qarşı bağlı. Burada sevgidən çox, düz sevgidə var. Amma sevgidən çox daha çox bağlılıq. Yəni aranızda nəsə bir şeylər olub, onun bağlılığını yaşayır. Bir yerdə sizdə çox gözəl, yəni dediyim kimi, ayrısızsa bu insandan sizə hərəkət gələ bilər. Riskli bir hərəkət olacaq. Çünki istəyirsiniz, siz özünüz də bu insanı istəyirsiniz, sevirsiniz. Bəziləriniz bəlkə də yeni bir insanla tanış ola bilərsiniz. Belə deyim sizə, yeni bir insan çıxa bilər həyatınıza. Sizdən yaşca balaca ola bilər amma. Və hava ünsürü olma ehtimalı böyükdür. Hava ünsüründən ola bilər. Amma hal-hazırda həyatınızda olan insan sanki siz çox incidir, amma siz bu insana bağlı olduğunuz üçün gedə bilmirsiniz. Elə. Baxaq görək həftəmiz hərəkətli olacaq yoxsa yox. Yox. Hərəkətli olmayacaq, amma qəti olacaq. Misal üçün, nəsə bir qərar verəcəksiniz, oturursunuz, indi hal-hazırda oturursunuz, fikirləşirsiniz. Amma sıra addım atmırsınız. Misal üçün da, yəni həftənin başında fikirləşib, həftənin axırında addım atan bir insanı göstərir. Bu, yəni konkret olaraq hərəkət edən bir şəxsi göstərir. Amma çox yavaş hərəkət edən bir şəxsi göstərir. Bunun yerinə olsaydı, misal üçün, değnek şövalyesi, mən başqa cür yorumlayardım. Amma burada konkret ol, tılsım çox yavaş-yavaş hərəkət edir, çox yavaş. Düşünən insan da ağıllı bir insanı göstərir. Yəni pullu bir insanı göstərir, maddi tərəfdən elə də sıxıntısı olmayan bir insanı göstərir. Ki sizdə də bayaq dedim ki, sanki elə də böyük bir problem görmürəm maddi tərəfdən. Hərəkət olacaq, amma yenə deyirəm, məsəl üçün bu videoyu birinci gün baxırsınız deyə bazar günü baxırsınız. Hərəkət olacaq 6-cı günü və yaxud da ki bazar günü. Başa düşürsünüz, gec olacaq, yəni amma hərəkət olacaq. Belə. İkinci variantı seçənlər, görək sizdə nə görünür.
Görək sizdə nə yenilik olacaq. Bu arada qızlar, necəsiz? İşləriniz necədir? Həyatınız necə gedir? Yorumlarınızı oxuyuram. Dəstəyiniz üçün çox təşəkkür edirəm. Çox sağ olun. Ama biraz da, sanki biraz da elə bir, yəni izləyəndən sonra like qoysaz, yəni bəyəndim bildirsəz, çox sevinərəm. İnanın səmiyyətimə. Yəni mən şəxsi açılım eləmirəm, nə də ki buradan pul qazanmıram da. Amma yəni azından bunları eləyirəm və bunun qarşılığında sizdə nəsə görmək, yəni ən azından əməyə hörmət kimi heç olmasa bir yəni like butonunu basmaq, onu görəndə çox sevinirəm ki, azından yəni bəyənilir də. Mən də çəkməyə davam edeyim. Aha. Baxaq görək. Birinci sıramız bizim iş, maddiyat, pul. İkinci sıramız bizim sevgi həyatımız. Və həftəmiz hərəkətli olacaqmı, buna baxın. Bir dənə su içeyim. Siz bilirsiniz, mən videonu kəsmirəm, eləmirəm. Sizin yanınızda eləyirəm hər şey. Aha, burnum da xat, neysə. Təbii hallardır, bunları siz bilirsiniz artıq, yəni. Belə, başlayırıq. Birinci sıramızdan görək nə görünür. Ne çətinlik çəkdim, mən bunları açmaqda. Neysə. Maddi tərəfimiz necə görünür? Maddi tərəfdən biraz əsəbiyik. Niyə əsəbiyik? Biraz elə bir istədiyimizi ala bilmirik. Çox əsəbiyik özləri. Yəni bu, plusdakı bu. Kral və onun şövalyesi. Şövalye gör, bu kraldır da, göz sakit otur. Bu isə amma göz əsəbi atla gedir də, yəni. Niyə əsəbisiz? Ailədən qaynaqlı bir əsəbilik ola bilər. Ailədən qaynaqlı bir əsəbilik ola bilər. Sanki ailəniz sizin fikirlərinizi dəstəkləmir. Bu ola bilər. Üzürlü sayın. Bəziləriniz nəsə iş qurmaq istəyirsiniz. Misal üçün də, yəni böyük bir iş qurmaqdan söhbət getmir. Yəni kiçik bir biznes, kiçik bir iş. Misal üçün, yəni lor dildə mən başa saldım da, siz dırnaq eləmək istəyirsiniz, kiprik düzəltmək istəyirsiniz, saç düzəltmək istəyirsiniz, qaş düzəltmək istəyirsiniz, nəsə belə bir şey eləmək istəyirsiniz. Bunu eləyirsiniz və sizi ailəniz dəstəkləmir. Belə ola bilər. Çünki burada bilirsiniz necə? Sıfırdan başlayan bir insanı görürəm. Və yaxud da ki, dırnaq falan bunları qoyaq bir kənara. Sıfırdan bir işə başlamaq istəyirsiniz, amma ailəniz sizi dəstəkləmir. Amma təbii ki, siz bunu eləyəcəksiniz. Çünki bu kart çox qəşəng bir kartdır. İstər sevgidə olsun, istər pulda olsun, çox qəşəng bir kartdır və çox gözəl. Nəsə bir yenilik eləmək istəyirsinizsə, heç fikirləşmədən eləyin. Zaten sizdə belə bir xüsusiyyət var ki, kimisə qulaq asan insan deyilsiniz. Kimisə dinləyən bir insan deyilsiniz. Özünüz qərar verdiniz, fikirləşdiniz, hər şey okey, davam edə bilərsiniz. Yəni problem yoxdur sizdə. Çünki bəzən bilirsiniz necə insansınız? Siz hava ünsürü də ola bilərsiniz. Ay bürcünüz, yüksələn bürcünüz ola bilər. Hava ünsürü bilirsiniz də, hansı dolça, tərəzi və əkizlər bürcü ola bilərsiniz. Yəni öz qərarınızı özünüz verirsiniz və bunun arxasıca da gedirsiniz. Yəni, heç kimin qulaq asmırsınız. Kimsə sizə məsləhət verə bilər. Okey, bu qulaqdan alırsınız, ondan verirsiniz. Burada problem nədir? Sanki sizin işlərinizə mane olan insan ola bilər. Bu ailədən, daha çox ailədən görünür. Və yaxud da doğma bildiyiniz bir insan ola bilər ki, sizin nəsə işinizə mane olur. Problem yoxdur, işinizi görə bilərsiniz. Və yaxud da belə bir şeylər yoxdur sizdə. Çünki izləyənlər çox ola bilər və hər tərəfini deyim ki, biləsiniz. İş tapmaq istəyirsiniz, tapacaqsınız. Tapacaq. 8'li bir zaman, ayın 8'i də ola bilər ki, nəsə bir yeni bir yenilik görünür də, ya yenidən başlayacaqsınız. Baxın, elə bir yenilik və başlayacaqsınız da, yəni mütləq də inşallah ki, Allahın izni ilə, yəni bu şey olacaq sizdə. Məsələn, CV vermişsiniz, bunun qarşılığını ala bilərsiniz ayın 8'li bir zamanda. Bu bir həftəlik bir müddət olduğu üçün mən ayın 8'inə də uyğun gəldiyi üçün 8'li bir zaman deyirəm. 8 saat sonra da ola bilər. Yəni belə. İstədim sadəcə olaraq biraz çox fevri olmayın, yəni çox belə bayaq tılsım kralını göstərdim sizə. O fikirləşir, sonra hərəkət edir. Siz fikirləşmirsiniz, siz sıra üzrə hərəkət edirsiniz. Yəni belə
beyni qan deyilən insan var ya, baxın sizdə elədir elə bir. Bəzilərinizdə isə, yəni 3 variant səsləndirirəm. Bəzilərinizdə isə ailədən qaynaqlı, sizdə ailədən qaynaqlı yəni kökdən sizdə ya miras var, ya nə bilim maşın var, ya ev var. Yəni siz bunu bilirsiniz ki, bu sizə ailədən qalan bir şeydir. Bunlar var. Bəziləriniz isə ailədən, ailə içi nəsə sata bilərsiniz, nəsə ala bilərsiniz. Yəni alma, satma, alma, belə şeylər də ola bilər. Ailə içi, ailə ilə məsləhətləşib belə şeylər də ola bilər. Əgər belə bir şeylər varsa, çox qəşəng edə bilərsiniz. Belə, bu da getdi. Baxırıq bizim sevgi həyatımıza. Görək, sevgi həyatımız çox pis kartla başladıq. İnşallah ki, yaxşı ilə davam eləyərik. Aha, baxın, bu iki kart, bu iki kart. Siz və sevdiyiniz insan, siz onun elə bir erkək variantısınız və yaxud da siz onun qadın variantısınız. O insan dikbaşdır, siz ondan daha çoxsunuz. O insan sözünü deyəndir, siz ondan daha çox. Bunlar əslində cütdür. Bu kartları sevirəm. Yəni baxımlı qadın, baxımlı kişi və yaxud da ki sözünü deyən kişi, sözünü deyən qadın. Yəni siz bunun üçün çox önəmli bir insansınız. Siz bunun üçün çox vacib bir insansınız. Yəni eyni ilə də o da sizin üçün. Yəni bir-biriniz üçün eynisiniz. Siz onu necə görürsünüzsə, tutaq ki, siz onun məsələn əsl kişi kimi sözünü deyən, belə arxamda dayanan dağ kimi. Siz onu necə görürsünüzsə, o da insan da sizi elə görür. Qısqanclıqları var, bəli, var. Bəzən kobud olar sizə. Zaten bu insan xarakteri budur. Siz də beləsiniz. Yəni özünüzü çox da tərifləyib onu da aşağı salmayın. Zaten siz bir almanın yarısı kimisiniz. Bunu deyim. Bu kartlar çox az hallarda yan-yana çıxır. Görsəz siz konkret olaraq yan-yana çıxdınız. Yəni siz bu insandan konkret olaraq yəni bir almanın yarısısınız. Qısqanırsınız bir-birinizi. Ehtiras var aranızda. Amma buna baxmayaraq, bunu axırda göstərəcəm. Bu sizə yaxşı kart. Amma bir-birinizi çox incitirsiniz, çox qırırsınız. Yəni o dərəcədə qırırsınız ki, mən səni istəmirəm, yəni sən mənim həyatımdan çıx get, mən bundan sonra heç vaxt sənə qayıtmayacağam. Bizim aramızda hər şey öldü, bitdi, gəbərdi. Nə bilim, belə sözlər deyə bilərsiniz. Bir-birinizi yox eləyə bilərsiniz, yerə vura bilərsiniz. Yəni konkret olaraq, yəni necə izah eləyim sizə? Yəni bir-birinizi yəni bu arxasında qılınclar olmağına baxmayaraq, bu arxadan iş çevirmə hərəkətini göstərmir. Yəni nə siz o insan arxasından iş çevirirsiniz, nə də ki o insan sizin. Sadəcə olaraq bir-birinizi çox qırırsınız, dəhşət dərəcədə qırırsınız. Bəlkə də siz danışığınızı bilmirsiniz. Çünki xarakter olaraq elə bir insansınız. Yəni xarakter olaraq siz necəsiz? Sevirsiniz, ürəyinizdə ölürsünüz də, yəni bu insanın dərdini ölürsünüz, amma dilinizdə başqa sözlər deyə bilirsiniz. Yəni bu insanı çox qırırsınız. Amma bu insan sizdən çox sakitlik istəyir, stabillik istəyir. Gəlin bir yerdə xoşbəxt olaq, hər şey yaxşı olsun, bir-birimizi başa düşək. Yəni bəlkə də siz də bu insandan bunu istəyirsiniz. Zaman-zaman bunlar ola bilər, amma əksər hallarda beləsiz. Yəni bir-birimizi başa düşək. Hal-hazırda danışmırsınızsa, birli bir zamanda birinci gündə ola bilər ki, bu insana sizə risk hərəkət gələcək. Riski də gözləmədiyiniz bir anda, gözləmədiyiniz bir zamanda riski bir hərəkət gələcək. Bu hərəkət artıq bu hərəkətin necə olduğunu, duyğusal bir yöndə olduğunu və yaxud da ki, kobud, daha çox kobud ola bilər, düzdür. Zaten siz eləsiz, mən sizi belə şirin deyil və o və yaxud da sizin el olduğunuzu düşünmürəm. Siz beləsiz, bu insana risk sizə hərəkət gələcək. Ondan sonra artıq necə olacaq sizdən asılıdır. Belə. Baxaq görə həftəmiz hərəkətli olacaq, yoxsa yox. Həftəmiz siz necə olacaq? Kart sevirəm. Azad insanı göstərir. Yəni relax. Mən necə istəyirəm, elə də olacaq. Bu belə. Yaxşı kart əslində pis deyil. Yəni təkcə bunun mənası odur ki, biraz belə azad insanı göstərir. Relax insanı göstərir. Həftəmiz elə keçəcək. İnşallah ki, yaxşı olsun. Həmişə həyatımız belə olsun. Necə istəyiriksə elə getsin. Yəni rahat, çox da vecinə almayan bir tip. Bəlkə də əslində elə deyilsiniz.
Prosta bu həftə biraz sizdə rahatçılıq olacaq. Biraz elə heç nəyi vecibizə almayacaqsınız. Bax belə. Bu da belə getdi. Baxırıq 3-cü varianta. Görək sizdə nə görünür. Birinci sıramız bizim iş, maddiyat, pul, təhsil. Təhsil çox da çıxmır da görürsünüz. Təhsilə yəqin ki, təkcə sual verəndə çıxar. Belə sırf təhsilə baxmadığım üçün maddiyat, pul. Amma bəzi yerlərdə siz özünüzü, misal üçün təhsillə bağlı nəsə cavab gözləyirsünüzsə, orada özünüzə uyğun nəsə tapa bilərsiniz. Belə və həyatımız hərəkətli olacaqmı? Buna baxaq. Aha, başlayırıq. Görək iş, maddiyat nə yöndə görünür? Aha, bax burada mən tələbəni gördüm artıq. Siz tələbəsiz elə bir, ola bilsin ki, oxuyursunuz, nəsə hazırlaşırsınız, bu da ola bilər. Neysə görə dalaşırsınız kimdənsə, niyə görə dalaşırsınız? Sanki bir-birinizi başa düşmürsünüz. Alma vermə tarazlığı yoxdur burada. Bəziləriniz tələbəsiz, bəziləriniz də ki, belə pis çıxmasın, ailədən yeyirsiniz elə bir. Özünüz işləmirsiniz, ailəvi sizə baxır, bu da ola bilər. Kimsə sizə iş verməyi, işə çağırmağı, iş tapacağını söz verirsə, mən bu həftə ərzində görmürəm, hətta aldadıla bilərsiniz, ehtiyatlı olun. Biraz dalaşırsınız və yaxud da işləyirsinizsə, hal-hazırda, gəlin belə başlayaq. İşləyənlərimiz varsa, hal-hazırda işiniz var da sizin, problem yaşaya bilərsiniz biraz. Dalaşa bilərsiniz, hansısa bir iş yoldaşınızla, müdürlə, nəsə bir sözünüz çəp gələ bilər. Və yaxud da ki, nəsə iş axtaranlarımız varsa, biraz aldadıla bilərsiniz. Amma işləyənlərimizə belə bir şey də deyim ki, orada sizi sevməyən insanlar var və sanki siz də bunu bilirsiniz. Ayağınızın altını qaza bilər bu insan, sizi pisləyə bilər bu insan, yəni biraz uzaq durun. Siz bildiniz mən kimdən bəhs edirəm, yəni elə bir insan varsa, siz bildiniz ki, artıq mən kimi deyirəm. İş axtaranlarımız varsa, hal-hazırda sizi işləyən kimi biri görmürəm, xəbər gözləyirsünüzsə, hələ ki, xəbərin gəlməsini görmürəm. Elə bir ki, siz getməlisiniz, oradan xəbər gəlməlidir. Siz hərəkət eləməlisiniz ki, oradan nəsə gəlməlisiniz. Məsəl üçün, siz CV vermişsiniz, üstündən bir ay keçib, onlar sizi çağırmayacaq. Siz təzdən yenə getməlisiniz ora, başa düşdünüz. Yəni, siz verməlisiniz, onlar da sizə onun cavabını verməlidir. Yəni, tarazlıq olmalıdır, başa düşürsünüz. Yəni, sizə durub 15 gün, bir aydan sonra bunlar sizə cavab verməyəcəklər. Bəlkə də yadlarından çıxmasınız, belə ola bilər. Bəziləriniz isə tələbəsiz, dediyim kimi, yəni ailəniz sizə baxır, ailəniz sizə baxır və yaxud da tələbə deyilsiniz, amma yenə də ailə köməkliyi var. Bəziləriniz evli ola bilərsiniz, yəni evli olduğunuz şəxs sizə baxır, bu da ola bilər. Yəni burada daha çox mən bunu sizə deyə bilərəm ki, aldadılmaqdan ehtiyatlı olun. Ehtiyatlı olun ki, aldadıla bilərsiniz. Kimsə sizə nəsə söz verər, onun sözünü tuta bilməz. CV vermişsinizsə təzdən yenə də gedin, ora özünüzü xatırladın. Yəni onlar sizi yadında saxlamaq məcburiyyətində deyil. Yəni siz daha çox hərəkət eləməlisiniz ki, onlar görsün ki, siz bu işi istəyirsiniz. Başa düşürsünüz belə. Baxaq görək sevgi həyatımızda nə çıxır. Sevgi həyatımızda belə bir şey deyil. Bax, bəzilərinizə aiddir, hamınıza aid deyil. Bəziləriniz ailəlisiniz, amma sevdiyiniz başqa bir şəxs var. Siz başqasını sevirsiniz, amma başqası ilə də ailəlisiniz. Bunu qoyduq bir kənara. Bu bizim əsas mövzumuz deyil. Çünki hər biri ailəli olmaq məcburiyyətində deyil. Yəni, belə bir şey yoxdur. Yəni, hamıya aid olmaq məcburiyyətində deyil. Ailəli ola bilərsiniz, çünki bunu göstərir. Və yaxud da ki, sevdiyiniz insandan, sevdiyiniz insan da var burada.
Və siz gözləyirsiniz bu insana bir hərəkət, bir nəsə bir jest, nəsə bir gözləyirsiniz nəsə. Bu insan da sizi istəyir əslində. Əgər hər ikiniz də subaysınızsa, aranızda evlilik ola bilər. Amma münasibətiniz o qədər ağır irəliləyir ki, o qədər ağır. Çünki bu insan sevməsinə baxmayaraq yatır, yəni hərəkət eləməklə arası yoxdur. Okey, sizə deyə bilər, səni sevirəm, səni ötürü ölürəm, sən mənim üçün hər şeysən, belə filan. Amma əməldə bunu görmürsünüz. Amma sizi istəyir istəməyinə, sadəcə sözdə istəyir. Siz bu insanın evlilik gözləyə bilərsiniz. Siz bu insana nəsə təklif gözləyə bilərsiniz. Aranızda bir doğmalıq var, okey. Amma münasibətiniz, yenə deyirəm, çox ağır irəliləyir, yəni dəhşət dərəcədə. Hərəkət gözləyirsinizsə olar. Siz bundan zaten hərəkət də gözləyirsiniz. Amma adam yatır. Hərəkət olacaq, yenə hərəkət, nəsə bir şey görə bilərsiniz bu insandan. Çünki bu kart bunu göstərir ki, hərəkət olacaq, duyğusal bir hərəkət də göstərəcək. Amma bu insandan siz istədiyiniz cür hərəkəti görməyə bilərsiniz. İstədiyiniz başqa cür hərəkət ola bilər. Bu insan başqa cür hərəkət eləyə bilər. Başa düşürsünüz? Münasibətiniz çünki çox ağır gedir. İstədiyiniz şeyi ala bilmirsiniz bu adamdan. Sözdə olan istədiyiniz şey yox, əməldə olan istədiyiniz şeyi ala bilmirsiniz. Ta ki siz subaysınız, o subay da sizə deyir ki, hə biz evlənəcək, yaxşı olacaq, yəni ailəmlə tanış edəcəm, belə filan. Amma görürsünüz ki, ortada heç bir şey yoxdur. Dediyinə əməl eləmir. Bunlar ola bilər. Ki bunlar da görünür. Münasibətimiz çox ağırdır, qızlar. Ağır irəliləyir. Baxaq görə həftəmiz hərəkətli olacaqmı? Gələcəyə doğru gələcəyi fikirləşirsiniz. Ancaq fikirlə keçəcək. Yəni gələcəyə doğru fikirləriniz çox belə aktualdır. Yəni əsas şərt gələcəyə da nəsə fikirləşir. O işlə də bağlı olub. Sırf sevgidən söhbət getmir. İşlə də bağlı ola bilər, sevgi ilə də bağlı ola bilər, başqa bir şeylərlə də bağlı ola bilər. Gələcəyə dair bəzi planlarınız, fikirləriniz, duyğularınız, düşüncələriniz var. Elə bunu həyata keçirməyə arzusundasınız. İstədiyiniz bir insan varsa, bu insandan da sizə addım gələ bilər. Zaten o sevgidə çıxmışdı da addım atacaq, amma istədiyiniz cür deyil. Baxın, görürsünüz, sevgi həyatında mən sizə dedim ki, gələcəyə dair bu insandan addımlar gözləyirsiniz. Hərəkətlənmədə də o çıxır. Gələcəyə dair nəsə bir addımlar. Bəziləriniz, belə deyim, bəlkə də fikirləriniz var, xaricəyə getmək kimi fikriniz var, bunu düşünürsünüz, bu da ola bilər. Belə, amma gələcəyə dair bir planlar, bir nəsə bir çıxır. Hərəkətlənmə deməyək, amma düşüncələrinizdə gələcəyə dair bir planlarınız var, onu düşünürsünüz. Belə. İzlədiyiniz üçün hər birinizə sonsuz təşəkkür edirəm. Yaxşı ki varsınız. Yaxşı ki mənim izləyicimsiniz. Yəni videom sırf izləyicilərim haqqında, bunu da bilirsiniz. Başqa da deyəcək bir sözüm yoxdur. Öpürəm sizi, özünüzə yaxşı baxın. Sağ olun.